Nə qədər turnik edə bilərsən, Aha. nə qədər paralel qol edə bilərsən. Yəni məcbur artıq ağırlıq falan bağlamaq ehtiyac olmağa nəsə. başlayır. Ehtiyac olmağa 100%. başlayır. Ona görə də bəli, inkişaf görəsiz bunlarla, mütləq ki görəsiz. Hətta mən hər zaman məsləhət görürəm. Gedin turnik gedin. Nə bilim, bunu işləsən o bədənin itməyəcək. Belə məntiqlərə görə deyil. Aha. İşləyin, çox yaxşı hərəkətlərdir. Bunlar qapalı kinetik zincir getdiyi üçün bir neçə əzələ üzvünü işin içərisinə qatır. Daha yaxşı inkişafa köməklik göstərir. Təkrarların artmasına, daha rahat etməyə köməklik göstərir. Bir nöqtəyə qədər inkişaf görəsiz ən azından. Ondan sonra istəsəz bəli, bunu ağırlıq qaldırmayla Daha da birləşdirə inkişaf bilərsiniz. etdirə bilərik. Bəli. Çünki belə deyim də, müəyyən yaşlar olur ki, yeniyetmə vaxtında valideynlər çox vaxt belə deyim də, gənclərə dəstək olmurlar. Çox təəssüf ki, yəni elə bilirlər ki, gedib uşaq idman eləsə kitab oxumayacaq, dərs oxumayacaq falan. Yəni, mən özümdən bilirəm ki, mən hər işdən paralel aparmışam. Vaxtında valideynim dəstək olub ki, mən də getmişəm, turnik, brus, və hər şey qaçışıqla belə deyim. Tutaq ki, 1-3-5 ərcimə getmişəmsə, 2-4-6 brusla, ya turniklə, ya evdə jimlə falan bir növ dəstək vermişəm ona və çox gözəl də effektini görmüşəm. Bu olimpiyadada yüngül atletika ilə məşğul olanların bədənlərini görürsüz, Nə qədər mükəmməl, arzu olunan, çox gözəldir. fit dediyin Bəli, onlardır.